Xırdalanda Milyonerlər məhəlləsində ideal 6 otaq tapmışam ha. İdeal 6 otaq birinci, ikinci, axırıncı mərtəbəyə qədər beton monolitlə inşa olunub. Evimiz ideal bir evdir. Yəni özünə şəxsi tikili ev axtarırsansa, çox gözəl bir evdir. Bax, buradan kalitka qapısı da var, belə pultla işləyən qapısı da var. Hər cürə şərait yaradılıb. Əsas yola da, əsas magistral yola cəmi 150 metr məsafə, 100-150 metr məsafədə. Evimizin fasadlı görünüşünü göstərək əzizləyicilərimizə. Bax, belə bir fasadlı görünüşü var. Qoşa daşla inşa olunub, sənət kubçadır. Kubçası hazır əldədir. 6 otaq möhtəşəm bir evdir. 6 otaq. Rahatçılıqla alıb köçüb yaşaya biləcəyiniz bir həyət evidir. Gəl buradan göstərək, bax belə bir. Bu hissədən də, baxın, qonaq otağına buradan da qapı qoyulub. Siz bunun qarşısına bağlaya bilərsiniz. Çox möhtəşəm bir evdir. Nəzərinizə çatdırım ki, evə daxil olduq içərisinə. Bir daha həyətini zəhmət olmasa göstərək. Bax, belə bir həyəti var. Ətrafında ancaq bu tipdə evlər, yəni milyonerlər məhəlləsi deyir, amma deməyin Xırdalanda milyoner yoxdur. Ev ümumi isti döşəmədir. Burada belə bir mətbəx, geniş, səliqəli bir dənə mətbəxi var. Mətbəxində görürsünüz, belə iri pəncərəsi var. Başdan axıra qədər açılıb bağlanandır. Keçirik sizə ideal, geniş, səliqəli bir dənə qonaq otağı göstərirəm. Çox genişdir. Yəni mən bunu özüm alaram bu evi. Həqiqətən. Çünki həm genişdir, səliqəlidir, təmiri də idealdır, yerlər isti döşəmədir. Təmirinə də babat pul qoyulub bu evin. Hamam sanuzeli birinci mərtəbədəki. Bax, görsünüz şüşədən. Hamısı. Köməkçi otaqdır bura. Birinci mərtəbədə olan. Ümumi 6 otaqdan ibarətdir. Bura. Baxın, gəl bura göstərək. Pləkanın altıdır, artıq əşyalarınızı yığa bilərsiniz. İndi isə qalxırıq evin ikinci mərtəbəsinə doğru. İkinci mərtəbədəyik. Baxın, pləkanlarına kimi isti döşəmədir bu evin. İkinci mərtəbəyə qalxdıqda burada evin birinci yataq otağı yerləşir. Nəzərinə çatdıram ki, yaxınlığında 8 nömrəli məktəb var. İkinci mərtəbədəki olan hamam sanuzel. Ölçülər çox genişdir. Burada digər yataq otağı. Ev ideal təmir olunub. Həqiqətən də yəni təmirdə söz ola bilməz. Burada yerləşir evin. Bir dənə belə bir otağı, balkonu var burada. Evin həyət hissəsinə baxır. Və burada da, az qal belə gelir. Burada da evin digər yataq otağıdır, bir dənə də alternativ cəhəti var. Gəl bura. Bu yataq otağının özünün, bax belə bir hamam sanuzeli mövcuddur. Köməkçi hamam sanuzeli. Satış qiyməti 170 min manata təyin edilir. Sən gəlib yerində bazarlıq eləsən, inanıram ki, ev sahibi səndən razılaşacaq. Bu günü bu qədər. Sağ olun, salamat qalın.